Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlərimiz. Güvən nəşriyyatının 2025-2026-cı tədris ili üçün 8-ci sinif şagirdlərinə təşkil etdiyi sınaq 1 A variantı suallarının izahlarına baxırıq. Deməli, ilk sualımız belədir. 2 ədədin əkobu ilə əkobu 54, əbubu 9 olarsa, bu ədədlərin biri 27, digərini tapın deyir. Bizim qaydamız belədir. Deməli, əkob ilə əbubun hasili elə özlərinin hasilidir. Ədədlərin biri 27-dir, digərini x götürək. X vurulsun 27 bərabər olacaq 54 ilə 9-un hasilinə. 54-ü 27-yə bölsək 2 alınır, 2-ni 9-a vursaq x-in qiyməti 18. E variantı. N cüt ədəd olarsa aşağıdakılardan hansı təkdir? Fərz edək ki, n-in qiyməti cüt 2 ədədi olsun. 5-i 2-yə vursaq 10 cüt ədəddir. 7, 2-nin 14 üzərinə 3 gəlsək tək ədəddir. Cavab D variantıdır. 59. Məktəbin 11-ci sinif şagirdlərinin hər biri ən azı bir xarici dil, ingilis və ya alman öyrənir. Onlardan 45 nəfər ingilis dilini, 43 nəfər alman dilini, 25 hər iki dilini öyrənir. Deməli, Venn diaqramı çəksək, 25 hər iki dili öyrənir deyir. 43 nəfəri birini ingilis götürürük, digərini alman dili götürürük. Deməli, 45 nəfəri ingilis. İngilis 45-dir, 45-dən 25 çıxırıq, 20 nəfər. 43-dən 25 nəfər çıxırıq, 18 nəfər. Bizdən istədiyi 11-ci sinifdə neçə şagird var deyir. 11-ci sinifdə olan şagirdlərin sayını tapmaq üçün bu ədədləri toplamaq lazımdır. 20 plus 25 plus 18. Cavab 63. D variantı. Aşağıdakı ədədlərdən hansı 6-ya tam bölünür? 6-ya tam bölünməsi üçün 2 və 3-ə bölünməlidir. Yəni sonu cütlə bitməlidir. Təkləri çıxırıq. Artıq digərləri 2-yə bölünür. İndi 3-ə bölünməsini yoxlayaq. 2, 4, 8. Rəqəmlərin cəmini tapsaq 14, 3-ə bölünmür. 2, 8, 8, 18 edir. Rəqəmlərin cəmi bölünür. Demək ki, cavabımız D variantdır. E variantda rəqəmlərin cəmi 11 alınır. Növbəti sualımıza baxaq. Deməli, Venn diaqramında A-nın B ilə, sonra isə C ilə fərqinin aşağıdakılardan hansıdır deyir. Deməli, A ilə B-nin fərqi A-da olsun, B-də olmasın. Bu bizə verir təkcə A-nın, daha doğrusu 1 ilə 4-ün qiymətini. 1 ilə 4-ün qiymətini verir. Yəni, bunu səliqəyə salaq. Sonra, ardınca bizə deyir ki, bu ifadənin C ilə fərqini tapın. Deməli, 1 ilə 4-ün içərisində C-də olmayanı 4-ü çıxsaq, yerdə 1 qalır. Doğru cavabımız A variantı. Aşağıdakı ədədlərdən neçəsi sadədir? 51 3-ə bölünür, sadə deyil. 71 sadədir. 81 3-ə bölünür, sadə deyil. 97 sadədir. 103 sadədir. 111 3-ə bölünür. 205 5-ə bölünür. Ona görə 3 dənə sadə ədədimiz var. 96 ədədinin sadə vurğularının sayını tapın deyir. 96 ədədi 16 vurulsun 6-ya bərabərdir. Qısaca 32 vurulsun 3-dür. 32 2 üstü 5-dir. 2 üstü 5 vurulsun 3. Sadə vurğularının sayını tapın deyir. Deməli, edəcəyimiz nədir? 3-ün üstündəki qüvvət 1 olduğuna görə 5 ilə 1-i toplayırıq. Cavabımız 6. Futbol və ya voleybol oynayan 25 nəfərlik idmançı qrupunda 11 nəfər futbol oynayır. Deməli, Venn diaqramı götürək. Futbol, voleybol. Bizə dediyi 25 nəfərlik idmançı qrupunda 11 nəfər futbol oynayır. 11 nəfər futbol oynayır. Voleybol oynayanlar isə bu iki oyunun hər ikisini oynananların 3 misli olarsa. Hər ikisini oynayanların fərz edək ki, x-dır. Hər ikisini oynayan, deməli, x-in 3 misli voleybol oynayanların hesabına düşür. Həm futbol, həm də voleybol oynayanlar neçə nəfərdir? Bizə verib ki, ümumi sayımız 25 nəfərdir. Biz 2x-dan x-i çıxsa, burada x qalır. Futbol oynayan 11 nəfər üzərinə, deməli, x əlavə edirik. Cavabımız 25. Diqqət edək. 3 misli deyir. Burada 3 yazırıq. Deməli, bura 2x olacaq. Deməli, 11 plus 2x-in qiyməti 11 plus 2x-in qiyməti 25-dir. 2x-in qiyməti 25-dən 11 çıxırıq. 14. X-in qiyməti 7 qalır. Bizdən istədiyi həm futbol, həm də voleybol oynayanlar neçə nəfərdir? Yəni, elə x-in qiymətini soruşur ki, cavab D variantı. 4 rəqəmli ədədin təklik mərtəbəsini rəqəmi 5 vahid artırsaq, onluq mərtəbəsi 7, yüzlük mərtəbəsi 9 vahid artırıb, minlik mərtəbəsini 1 vahid azalsaq. Fərz edək ki, tutaq ki, götürək ədədimizi 2011
dediklərini icra etsək, alınan yeni rəqəmimiz olacaq. Minlik 1 vahid azalıb, yüzlük 9 vahid artır, onluq 7 vahid artır və təkliyimiz 5 vahid artır. Bu ədədlərin fərqini tapsaq cavab 25 edir. Birincidən ikinciyə gəldiyinə görə 25 vahid azalar olur. Bizə verir ki, M kəsişir N ilə B-nin birləşməsi. N ilə P-nin birləşməsinə baxaq. Görək hansı elementlərimiz var. Deməli, A-dır, sonra C-dir, D-dir, Y-dir, F-dir. Bunlardan digərində olan A ilə C var. Deməli, bircə dənə B-ni əlavə edəcəm. Bu M ilə aldığımız yeni çoxluğun kəsişməsinə baxırıq. Kəsişməsi. Deməli, A hər ikisində var. Sonra C hər ikisində var. D hər ikisində var. Burada B ilə K qalır. O da digərlərində yoxdur. Demək ki, cavabımız A, C, D. A variantı olur. Əgər birləşmənin element sayı ayrı-ayrılıqda tək-tək bunların element sayıları cəminə bərabərsə, o zaman bunların kəsişməsi boş çoxluq olur. Ədədində neçə dənə onluq var? Verilən ədəddə neçə dənə onluq var deyirsə, deməli, edəcəyiniz verilən ədədi 10-a bölmək, alınan natam qismətin cavabını tapmaq. Daha sadə qayda desək, sıfırların sayı qədər sonlan rəqəmləri silirsiniz və yerdə qalan ədəd sənin doğru cavabın olur. Keçək növbəti sualımıza. Rənglənmiş hissəni tapın. A ilə B-nin birləşməsinin C ilə fərqini göstərir. D variantı. Verilən ədədin 5-ə və 9-a tam bölünərsə, cəmini ən az neçə ola bilər? Deməli, 5-ə bölünməsi üçün sonu 0 və 5 ilə bitməlidir. Bunları qeyd edək. 2 halımız var. Sonu 0 və 5 ilə bitdiyi halda rəqəmləri cəmidə həmçinin 9-a bölünməlidir. Deməli, birinci halda B-yə fərz edək ki, 0 veririk. B-yə 0 versək, ədədimiz olacaq 2A, 3, 0. Rəqəmləri cəminə baxsaq, A plus 5-dir. Burada 9-a bölünməsi üçün A-nın da qiyməti 4 olmalıdır. Ən kiçik. Deməli, 0 ilə 4-ün cəmi bizə 4 verir. Keçək digərinə. B-nin qiymətinə 5 versək, 2A, 3, 5 olur. Bunun rəqəmləri cəmi bizə verəcək 8, 11. Deməli, olacaq A plus 11. Burada 9-a bölünməsi üçün A-nın yerinə 7 yazmalıyam. 7 ilə 5-in cəmi bizə 12-ni verəcək. Cəmi ən az neçə dediyinə görə cavab elə B variantı 4 olur. Birləşməsini tapın deyir. Eyni olan elementləri bir dəfə yazırıq. Deməli, B-lər eynidir. Sonra C-lər eynidir. Bir də E-lər eynidir. Olacaq cavabımız A, B, C, D, Y, sonra bir də F. A, B, C, D, Y, F. E variantı. Keçək növbətiyə. 313 və 225 ədədlərin hasilinin 5-ə bölünməsindən alınan qalığı tapın. Əgər hasillərdən biri 5-ə bölünürsə, o zaman qalıq 0 olur. 225 5-ə bölündüyünə görə qalıq 0-dır. A ilə B-nin fərqi 7, birləşməsi 23, B çoxluğunun elementinin sayını tapın. Tutaq ki, belə bir Venn diaqram götürsək, birləşməsində 23-dür, fərqi 7-dir. Bizə B-nin cavabını tapmaq istəyirsə, elə 23-dən 7-nə çıxırıq. Cavabımız 16 olur. 125 ədədinə hansı ən kiçik ədədi əlavə etmək lazımdır ki, alınan ədəd 11 və 13-ə qalıqsız bölünsün. Bu ədədin, yəni 11 ilə 13-ün əkobunu axtaraq, əkobu bizə verəcək qarşılıqlı sadədlər olduğuna görə hasilləri 130, 11, 143. Sonra isə 143-dən çıxar 125-i. Deməli, 143-dən çıxırıq 125. Cavabımız 18. Doğru cavab 18. Çoxluğu üçün n A-nı tapın deyir. Elementlərin sayını götürürsünüz. 3, 3, 1. Cavab 7. Keçək növbəti sualımıza. 1500 ilə 1800 arasında olub 108 və 180 ədədlərinə tam bölünən ədədi tapın. Burada ilk edəcəyiniz əkobu tapmaqdır. Sonra əkobun misillərindən 1500 ilə 1800 arasında yerləşən ədədi tapmaqdır. Bu da bizə 1620-ni verir. 1620 ədədi həm 108 həm də 180-ə tam bölünür. Deməli, ABC-nin cəmini verib, verilən ifadənin qiymətini tapaq. İndi biz ABC ifadəsinin açılışını yazaq. 3 rəqəmli ədəd olduğuna görə yazırıq ki, deməli, birinci A-nın qiymətini vururuq 100-ə olur cavabımız.
Deməli 100A plus 10B plus C bərabər 97A plus 8B plus 6. Deməli 100A-dan 97A-nı çıxsaq 3A qalır. 10B-dən 8B-ni çıxsaq 2B qalır. C-ni olduğu kimi yazıram. Bərabərdir 6-ya. Demək ki, doğru cavabımız elə 6-ya bərabərdir. 3 ardıcıl cüt ədədin cəmi 234 olarsa. Deməli, birini A götürürəm, ikincisini A plus 2 götürürəm, üçüncüsünü A plus 4 götürürəm. Bunların cəmi 234. 234-dən öncə 6 çıxacam. Cavabım 228. Sonra 228-i böləcəm. Deməli 6-ya, daha doğrusu 3-ə. Cavabım olacaq 76. İndi bizdən istədiyi ən kiçik ilə ən böyüyün əkobunu tapmaq. Deməli əkob 76, 78, bir də 80. 76 ilə 80-in əkobunu tapmaq. 76 19 vurulsun 4-dür, yəni 2-nin kvadratı. 80 isə 16, yəni 2 üstü 5, 2 üstü 4 vurulsun 2 üstü 4 vurulsun 5-də. Əkobunu taparkən 2 üstü 4-ü götürürük, sonra 5 götürürük, bir də 19 götürüb hasillərini hesablayırıq. Deməli 2 üstü 4 16-dır, vuraq 5-ə, vururuq 19-a. Cavab 1520. Deməli, verən NA-nın qiyməti, MB-nin qiyməti verilib, kəsişməsi X-dır. NA ilə MB-nin qiymətləri bərabər olarsa, birləşmənin sayını tapın. Diqqət edək. Burada kəsişmədə X-dır. Ümumi qiymət isə bizə lazımdır. Deməli, 4x minus 10 2x plus 4-ə bərabərdir. 4x-dən 2x çıxsam 2x. 10 sağa keçir, müsbət olur. Toplayıram 14. X-in qiyməti 7. X-in qiyməti 7 isə NA-nın qiyməti olacaq 4, 7-nin 28, 10 çıxırıq 18. B-nin qiyməti olacaq 2 vur 7, 14, üzərinə 4, 18. Kəsişmədə deməli 7 element olduğuna görə biz kəsişməyə 7 elementi yazırıq. Burada 7 elementimiz var. 18-dən 7 çıxsa 11 buradadır, 11 buradadır. Birləşməsini tapanda 11-lər plus 7 cavab edəcək 29. 70 və 84 ədədlərin ortaq olmayan sadə vurğularının hasilini tapın. Deməli, C-ni tapmalıyıq. Əkob bölünsün əbob olacaq. Əkobun taparkən 72, deməli 12 vurulsun 6-dır, 84 12 vurulsun 7-dir. Bunların əkobu 12 vurulsun 6 vurulsun 7 olur. Əbobları isə elə 12-yə bərabər olur. 12-ləri ixtisar aparsa cavabımız 42. Növbəti deməli 2 çevrə çəkirik. Venn diaqramı biri A-nı göstərir, biri B-ni göstərir. Deyək ki, A-da 17 element var. B-də 15 element var. Sonra birləşməsində kəsişməsinin 3 mislidir. Kəsişməsində x yazsaq, birləşmə 3x-dir. Deməli, nə edirik? A ilə B-nin fərqi ilə A-nın fərqini tapmaq lazımdır. İndi bizdə 17 plus 15 minus x yazsaq, cavabımız 3x-dir. Toplasaq, digərlərini toplasaq 4x-in qiyməti 32 olur, x-in qiyməti 8 olur. 8 olduqda 17-dən 8 çıxırıq, 7. 17-dən 8 çıxırıq, 9 buradadır. 15-dən 8 çıxırıq, 7 buradadır. Bizə deyək ki, fərqlərinin cəmini tapın. Yəni 9 ilə 7-nin cəmini tapırıq. Cavabımız 16.